Hardasa bir 10 gün bundan var bu heyətdə gəlib ki, buzovları bağlamışdım çöl tərəfə. Qorluğa mal bağlaya bilmir qorxudan. Yəni uşaqlar da 10 metr məsafə yoxdur arının ayı ilə, yəni uşaqların arasında. Yəni xəbər tutmasaydı o, yəni Allah eləməsin uşağı parçalayardı. Son vaxtlar Quba rayonunun bir sıra yaşayış məntəqələrində ayılar görünməyə başlayıb. Hazırda biz rayonun Küpçal kəndindəyik. Vətəndaşlar bildirir ki, ayılara kəndin içində belə rast gəlinir. Onlar fərdi təsərrüfatlara, mal-qaraya belə ziyan vururlar. Vətəndaşlar aidiyyatı qurumlardan tədbirlərin görülməsini istəyir. Son vaxtlar ayılar yəni ki, bizim təsərrüfatlarımıza ziyan verir, yəni mal-qaraya, ondan sonra ekdiyimiz meyvə ağaclarına, fındıq ağaclarını qırıb tökür. Yəni hər il yayda mal-qaraya çölə bağlayır axşamlarda. İndi bax gündüz içəridə göstərirəm mal-qara zadı içəri tövlədə var. Gündüz vaxtı biz qorxudan qapını da bağlayıb saxlayırıq. Çıxa bilmirik heyətə. Axşam gəlib, qaranlıq olmadı, gəlib dolurlar. Axşam oldu, tərəvəzi içindədir. Gündüz yox, axşam. Hətta qoyun da eləyiblər, parçalayıb. Mal da, balaca dana parçalayıb. Gece saat 5'in yarısı idi, 5'in yarısı idi. Oradan it hürdü, oradan da o setkanın arasından çıktı böyle geldi. Buraya geldik, istedi ki şeye gitsin, tövleye gitsin, kışkırdım, kaçtı çıktı gitti. Demek olarak bir 30-40 tane ağacı yiyibsə, yani təsəvvürlü ki onun 5 illik məhsulunu yiyiblər. Nə qədər ziyanı vurub? 2-3 min arasında. Bu cür halların baş verməsinin əsas səbəblərindən biri yaşayış evlərinin və həyətyanı sahələrin meşə və dağlıq ərazilərə yaxın yerləşməsidir. Vətəndaşlara tövsiyə edirik ki, meşə ətrafı ərazilərdə daha diqqətli olsunlar, mal-qaranı nəzarətsiz buraxmasınlar. Belə hallarla qarşılaşdıqda isə dərhal aidiyyatı qurumlara məlumat versinlər. Onu da qeyd edim ki, ayılar Azərbaycan Respublikasının Qırmızı kitabına daxil edilmiş nadir və qorunan heyvan növüdür.